Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birini salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mübarək Ramazan ayındayıq. Ramazan ayı bildiyiniz kimi oruc ayıdır. Orucun müxtəlif fəlsəfəsi, hikməti var. Onların da biri budur ki, insan maddi istəklərdən azad olub, mənəvi istəklərin sorağına gitsin. Mənəvi istəklərdən biri də düşüncədir. İnsan oruc olarkən, orucu dərk edərkən bu mənəvi məsələni dərk edə, onu daha yaxından hiss edə bilər. Mövzumuz düşüncə barəsində idi. Biz ötən bəhslərdə düşüncə barəsində, düşüncənin mərhələləri barəsində, eyni zamanda İslam maarifində düşüncə anlayışını bildirən təfəkkür, tədəbbür və təəqqül barəsində danışdıq və daha sonra təfəkkürün mərhələləri barəsində danışdıq. Baxın, təfəkkür həmişə nəyinsə üzərində olur. Sən hər hansı bir şey barəsində həmişə fikirləşirsən. Boş təfəkkür anlayışı yoxdur. Təfəkkür mənasız, beyhudə, əsassız məsələlər üzərində ola bilər. Amma sırf boş təfəkkür anlayışı yoxdur. Demək, insan hər an düşünür. Amma nə üzərində düşünür, nə barədə düşünür, artıq bu başqadır. Hətta insan öz düşüncəsini də düşünə bilər. Təfəkkür üzərində təfəkkür edə bilər. Mən niyə düşünürəm? Necə düşünürəm? Nəyə görə düşünürəm? Bütün bu məsələləri də düşünə bilər. Buna görə Qur'an-ı-Kərim təlimlərində, İslam təlimlərində insan tam olaraq nə üzərində düşünməli, nə üzərində düşünməməli məsələsinə olduqca təkid olunur. Əvvəldə dediyimiz kimi, düşüncə həmişə nəyinsə üzərində olur. Təsəvvür edin ki, insan düşüncəsi bir mexanikdir. Sən ona hər hansı bir şeyi atsan, hər hansı bir şeyi versən, onu sənə verəcək. Məsələn, günümüzdə tutaq ki, süni intellekt. Süni intellekt də bir formada insan düşüncəsi kimidir. Sən ona nəyi verirsən, bu da səni o formada bəzəkli, formalı şəkildə sənə verir. İnsan düşüncəsi ondan daha da itidir. İnsan öz düşüncəsinə nəyi versə, nəyi yönətsə, təbii olaraq o düşüncədə onu verəcək. İlk olaraq nəyi düşünməyək, nə üzərində düşünməyək, bu məsələyə işarə edim. İslam təlimlərində Allahın zatı barəsində düşünməklik qadağan edilib. Deyə bilərsiniz ki, niyə düşüncənin qarşısında hər hansı bir sərhəd qoyulub? Məgər İslam düşüncəyə dəvət etmir? Niyə Allahın zatı barəsində düşünmək olmaz? Baxın, düşünmək olmaz. Bu bir fiziki qayda deyil. Bu təkvini qaydadır. Yəni, zatən sən düşünə bilmərsən. Bir şey barəsində ki, sənin düşüncün ora çata bilməz, onu əhatə edə bilməz, sən onun barəsində düşünə bilmərsən. Düşüncənin mərhələlərini yada salın. Əgər sənin düşüncün tam olaraq bir şeyi əhatə edə bilmirsə, ya sən onu maddi çərçivədə görəcəksən, ya sən onu xəyal, vəhim, zənn olaraq düşünəcəksən. Buna görə Allah Rəsulü buyurur ki, təfəkkəru Allah Rəsulü buyurur ki, təfəkkəru fi xəlqillah. Allahın yaratdıqları barəsində düşünün. Və la təfəkkəru fillah. Allah barəsində düşünməyin. Allahın zatı barəsində düşünməyin. Niyə? Fə innəkum. Çünki siz lən təqdiru qədrə. Çünki siz onun zatı barəsində düşünməyə qadir deyilsiniz. Əgər düşüncəz, bu olacaq vəhim, xəyal, zənn və özünüz düşüncə olaraq müəyyən bir Allah obrazı yaradacaqsınız. Bu isə insanı həqiqi olan Allahdan uzaq düşməyə səbəb olur. İslam təlimlərində nə barədə düşünməyək məsələsində buyurur ki, sonu səni günaha aparacaq və sonu sənin aqibətin üçün zərərli olacaq şeylər barəsində düşünməyin. Çünki düşünsən, hər hansı bir günah barəsində onu etmək çalışacaqsan. Çünki düşüncənin arxasınca
hərəkət gəlir. Buna görə bu barədə də, yəni sonu sənin ziyanın üçün olduğu üçün bu barədə deyir ki, düşünmə. Düşünmə həmişə nəyinsə üzərində olur. Sən düşüncün çatmayacaq bir şey barəsində düşünmə. Eyni zamanda sənə dünyəvi və uxravi ziyan vuracaq şey barəsində də düşünmə. Amma nə barədə düşünək? Qur'an-ı Kərim bu barədə də bizə olduqca mühüm tövsiyə edir. Onlardan biri budur ki, kainat və yaradılış üzərində düşünmək lazımdır. Bu barədə Qur'an-ı Kərimdə çoxlu ayələr var. Məsələn, Ali İmran surəsinin 191-ci ayəsində Allah Teala ulul əlbab, yəni ağıl sahiblərini bizə tanıdarkən, onları bizə belə tanıdır. Əllezine yedkurunallaha qiyaman və qu'udan və ala junubihim. O şəxslər Allahı hər bir halda, oturduqları yerdə, durduqları yerdə, hətta uzandıqları yerdə Allahı zikr edərlər. Yəni onlar hər bir halda, hər bir formada Allahı xatırlayarlar. Niyə? Və yetefekkerune fi xalqis semawati vel arz. Onlar yerin və göyün yaradılışı barəsində təfəkkür edərlər. Təfəkkür edərlər. Bu təfəkkürün nəticəsi nədir? Allah buyurur ki, onlar bu təfəkkürün nəticəsi olaraq deyərlər, Rəbbənə, ey bizim Rəbbimiz, ma xələqdə haza batilən. Sən bunu batil olaraq yaratmamsan. Subhanəkə, ümumən sən bu işlərdən nədir? Paksan, fəqina əzabənnar. Sən bizi cəhənnəm alovundan qoru. Demək, nə üzərində düşünək? Kainat və yaradılış barəsində. Bu barədə ayələr çoxdur. Gecə gündüz üzərində düşünün. Yağış, bitki, təbiət, heyvanlar və s. barəsində düşünün. Bu düşüncənin kainat və yaradılış üzərində olmasıdır. Nəticə olaraq nəyə görə düşünək? Düşün ki, bu kainat, bu yaradılış batil deyil. Bir məqsədi var. O öz hədəfi istiqamətində gedir. Bu kainatdır, yəni insana deyir ki, kainat barəsində fikirləş. Eyni zamanda insanın özünə deyir. Deyir ki, sən ki, ulduza baxırsan, günəşə baxırsan, özünə niyə baxmırsan? Və fil ərzi ayatun lil muqinin, yer üzərində yəqin edənlər üçün Allahın nişanələri var. Və daha sonra buyurur 21-ci ayədə və fi enfusikum. Sizin özünüzdə də nişanələr var. Əfəla tubsirun. Məgər görmürsünüz? Bəzən kainat, yaradılış, yəni insandan qeyri ayət ola bilər. Bəzən isə hicab olur. İnsan onu görür, özünü görmür. Ona görə buyurur, Allah buyurur ki, özünüz barəsində düşünün. Əvələm yetəfəkkəru fi ənfusihim. Məgər onlar özləri barədə düşünmür. Demək, kainatda düşünmək, yaradılışda düşünmək Qur'anı sifarişdir. İnsanın özü barəsində düşünmək Qur'anı sifarişdir. Daha sonra ibrət xarakterli məsələlərdə də düşünmək, onlardan baxmaq, ibrət almaq Quran tövsiyə edir. Tarix, keçmiş ümmətlərin aqibəti səndən qabaq da insanlar var idi. Onlar da yaşayırdı. Onlar da müəyyən məsələlərdə təkəbbürlüyü göstərirdi. Hanı onlar? Quran buyurur ki, əfələm yəsiru fil ərz. Məgər niyə siz yer üzərində seyr etmirsiniz? Turistik seyirdən söhbət getmir. Gedən məsələn falan yerdə gözəl kabab verirlər, müəyyən yeməklər var. Xeyr, bu turistikdir. Sən get, gör, sən getdiyin yerdə səndən əvvəl neçə insanlar gəlib gedib. Sən də onlardan biri olacaqsan. Niyə edə bilirsən ki, sənin ömrün yalnız yeməkdən, içməkdən, müəyyən məsələlərdən ibarətdir? Elə sən busan. Quran buyurur ki, sən keçmişə bu gözlə bax. Və eyni zamanda Quran ayələri üzərində də tədəbbür etməyə dəvət edir. Niyə? Baxın, Qur'an-ı Kərim bu kainatın yazılı formasıdır. Quranı oxumaq kainatı oxumaqdır. Kainat özünə baxmaq elə eyni zamanda Quran oxumaqdır. Nəticə olaraq, əzizlər, düşüncə həmişə nəyinsə üzərində olur. Qur'an-ı Kərim, İslam təlimləri insanın düşüncəsini doğru istiqamətə yönəldirmək üçün deyir ki, sən müəyyən məsələlərdə düşün, müəyyən məsələlərdə düşünmə. O, müəyyən məsələlərdə düşün, yəni sən düşüncü bu vəhim, xəyal, maddi aləmdən daha ali məqama tərəf yönəlt. Bu barədə inşallah gələn bəhslərimizdə ətraflı müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullah.